Değerli dostlar, qiymətində 20.000 manat endirim olunmuş belə bir 6 qarajlı, 4 otaqlı, ideal yerləşməli həyət evi sizlərə göstərirəm. 3 sotdadır, 6 hissəsi qarajdır. Evin bir mərtəbəsi 130 kvadrat metrdir. Alt qaraj hissədə mərtəbəyə daxildir. Yəni əlavə olaraq 260 kvadrat metrli ümumilikdə 260 kvadrat metrli bir sahəni əhatə eləyir. Alt hissəsi qarajdır. Ərazini izah edeyim sizə. Masazırda Yeni Bakı yaşayış kompleksinin arxa tərəfidir. Bakı-Sumqayıt yolunun 300 metrliyindədir. Evin 50 metrliyindən marşrut hərəkət etməkdədir. Birbaşa Bakı-Sumqayıt yolunun Vaz dairəsinə çıxış etmək mümkündür. Arxa tərəflərə keçid qoyulub. Baxın, o qapı evin arxa hissəsinə keçiddir. Digər hissələrə də bu hissələrdən keçid etmək mümkündür. Əlavə əşyalarınızı bu hissələrə rahat şəkildə yığa bilərsiniz. 4 otaqdan ibarətdə evin və torpağın kupçası çıxarışı var. Dəyərli dostlar, hündür cip də daxil ola bilər, 2 maşın sərbəst şəkildə daxil ola biləcək bu hissə. Həyətyanı sahib qaydadadır. Bəzi xırda işlər qalır ki, onların deməli həyata keçirməyə qalır. Bu evi mən sizə əvvəlcə çəkib təqdim etmişdim. Qiymətində 20.000 manat endirim olunub. Mövcud qiymət 133.000 manatdır. 3 sotda yerləşmə ərazisinə görə, yerləşmə yerinə görə nisyə verilir bu ev konkret, sözün həqiqi mənasında, yəni dəyərindən qat-qat aşağı təklif olunur. Girişdə sağ hissədə yerləşir evin zal hissəsi. Televiziya üçün belə bir stendi yığılıb. Baxın dəyərli dostlar, belə bir hardasa 25-30 kvadrat metrli zal hissə mövcuddur. Daha sonra burada yerləşir belə bir yataq otağı, ailə üçün nəzərdə tutulmuş yataq otağı. Burada yerləşir hamam sanitar qovşaq. Şkabin üçün yer ayrılıb. Çox yaxşı evdir. Ərazinin ən uyğun qiymətlə, ən münasib qiymətlə, ən ucuz təklif olunan evidir. Çünki bu ərazidə 3 sotda olan evlərin minimum satışı 145-150 min manatdır. Söhbət satılmış evlərdən, praktikadan gedir. Burası evin mətbəx sahəsidir, dəyərli dostlar. Evin indiki qiyməti 133 min manatdır. Bu proyekt başqa evlərimiz var, ancaq heç birində 6 qaraj deyil. 6 hissəsi qaraj deyil. Həyətyanı sahəsində gördünüz, deməli 10-un 30-a torpaqdır, 13-ün 10-a ölçüləri isə evə aiddir. 130 kvadrat metr evin bir mərtəbəsi, ümumilikdə 2 mərtəbə gedir büyük, 260 kvadrat evdir və 3 sotda evin həyətyanı sahəsidir. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasyon fəaliyyət göstərdiyi bir ərazidə alıcılarla qiymətdə danışıb razılaşma mümkündür. Mütləq əlaqə saxlayın. Bakı-Sumqayıt yolunun 300 metrliyindədir. Geniş bir məhəllənin kənarında yüksək perspektiv və yüksək kontingentə sahib bir ərazidir, dəyərli dostlar. Məktəb bağçası, yaşayış obyektləri piyada məsafədədir. Qaz, su, işıq fasiləsizdir. Əlaqə saxlamağı unutmayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.